Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə dekabrın 16-sında Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 3-5, gündüz 6-9 dərəcə isti, atmosfer təzyiqi isə 771 mm civə sütunu olacaq. Naxçıvanda gün ərzində yağış, arabir sulu qar yağacaq, temperatur 3-5 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında hava yağıntılı olacaq, daha ətəyi rayonlarda, eləcə də dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq. Dekabrın 16-sından 17-si gündüzə qədər Azərbaycanın bəzi rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntılar daha güclü olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq, çaylarda, xüsusən də Quba, Xaçmaz və Lənkəran Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimalı var. Bakı Dövlət Universitetinin Fizika Fakültəsi məlumat yayıb, Doğru Xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Qış fəsli Azərbaycana dekabr ayının 21-i saat 19:03-də daxil olacaq. Bununla da şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bildirilib ki, bu zaman yerin fırlanma oxu günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə 26 dərəcədə olur. Həmin gün ən qısa gündüz, gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə və ən uzun gecə, gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək deyə məlumatda açıqlanıb.